Uçkovaq məscidi deyilən, səhv eləmirəmsə məsciddir. Allah bütün qılınan namazları, edilən duaları inşallah qəbul etsin. Allah cəmi edilən ibadətləri qəbul etsin inşallah. Uçkovaq məscidi deyilən məsciddir. Sonra giririk bura. İndi inşallah Allah'ın izniyle məscidin həyət sahəsi adı da burada Hacı Məhəmməd Ağa məscidi deyilən bir məsciddir. Bura Bismillah. İnşallah içərini də sizlərə göstərəcəm. Allah'ın izniyle Hacı Məhəmməd Ağa məscidi və məscidin içərisi inşallah. Məscidimiz buradadır və məscidin iç hissəsidir. Yerli əhəmiyyətli memarlıq abidəsi olaraq bilinir Ağdaşda. Hacı Məhəmməd Ağa məscidi, bir o tərəfdə Hacı İsmail məscidi, Hacı Osman məscidi var. Qədimi məsciddir, o da 19-cu əsr memarlıq abidəsidir. Yerli əhəmiyyətli abidədir. Dövlət tərəfindən həmən abidə qorunur və hal-hazırda da biz indi Hacı Məhəmməd Ağa məscidindəyik. Səhv eləmirəmsə, bura Uçkovaq məscidi də gedir. Başqa bir adla Uçkovaq belə bir məsciddir. Adı belə də hallanır, amma əsas adı Hacı Məhəmməd Ağa məscidi. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən qorunur. Yerli əhəmiyyətli memarlıq abidəsidir. Bəli, Allah bütün tutulan orucları, edilən ibadətləri inşallah qəbul etsin. Allah Teala bütün ibadətlərimizi inşallah qəbul etsin. 19-cu əsrə aid bəli məsciddir. Hacı Məhəmməd Ağa məscidi 19-cu əsrə aid. Burada Hacı Osman məscidi var, Hacı İsmail məscidi var. Ağdaşda Hacı Osman məscidi Ağdaş bazarının mərkəzi bazarın yaxınlığında yerləşir. Hacı İsmail məscidi isə Qolqəti Dəhnə Xəlil yolunun üstündə yerləşir. 2 minarəli məsciddir. Bu da 2 minarəli məsciddir. Hacı Məhəmməd Ağa məscidi. Allah Teala inşallah məscidimizə bərəkət versin. Allah Teala məscidimizi cəmaatla doldursun inşallah. Tüm edilən ibadətləri inşallah Allah Teala qəbul etsin.